Arximet yazır. Mən tamamilə başqa dövlətdə yaşayıram. Həmişə də ürəyim Azərbaycanla döyünür. Və heç bir partiyanın üzvü deyiləm. Xəbər zabitəm, hərbi zabitəm, keçmiş. Mən sizə uğurlar diləyirəm. Sağ ol əziz qardaşım, sağ ol. Məsələ burasındadır ki, mən yenə deyirəm, mən də Azərbaycanda yaşamıram. Amma inanın, burada mənim cismimdir, mənim ürəyim Azərbaycandadır. Bilmirəm, sizin Elçinin bir əsəri var, bu dünyadan qatarlar keçir. Orada belə bir, dostlar, bir Elçinin Allah rəhmət eləsin, rəhmətə gedib. Yəni, anarın dostu İlyas Əfəndiyevin oğlu, yaxşı Abşeron hekayələri var onun. Bilmirəm, oxumusunuz, oxumamışsınız. Amma yazıcı kimi, yəni Abşeron hekayələri mənim çox xoşuma gəlir. Nəysə, onun bir əsəri oxudum, mən bu dünyadan qatarlar keçir. Və orada balaca bir şey var. Deməli, Əbili adında balaca bir oğlanın Elçin görünür, o öz şeyində verib bunu. Kəndin qırağından qatarlar keçir. Və günlərin bir günü bu Əbili də o qatarlar stansiyanın qırağında heyvanca otarılmış. Və günlərin bir günü ürəyində fikirləşir ki, bir gün gələcək, mən də bu qatarla harasa gedəcəm. Və hər dəfə bu qatar gəlib keçəndə Əbilinin ürəyini də özündən aparırdı. Və günlərin bir günü bunun 18 yaşı oldu və bu 18 yaş tamam olanda günlərin bir günü həmən qatara mindi və Bakıya yola düşdü. Əbili birdən qatarda anladı ki, məhz o, bu kətdən gedir, amma o anladı ki, ürəyini bu kətdə qoyub gedir. Yəni, biz harada olur olsun, istəyirsiniz Amerikada olan Amerikalı olsun, yəni biz insanıqsa, ilk doğulduğumuz yer bizim üçün ən müqəddəs, ən şərəfli, ən ləyaqətli yerdir və biz, hətta bir Amerikan kinosu da var, mən onun adını yadından çıxartmışam, məsələn, daha qoca bir kişi oğluna məktub yazır ki, mən xəstəyəm, gəl məni kəndimə apar. Steven Spielberg oynayır orada deyəsən, oğul rolunu. Yəni, çox gözəl bir filmdir. Baxın, bu kişi gedir, oğlu gəlir, neysə bunu götürür, o birisi oğlanları da gedirlər, görürlər ki, artıq o birisi oğlanlar oradadır. Kişi də milyonerdir. Oğul gəlir, görür ki, bəs bu evi satıblar, kişinin doğulduğu evi. Gəlir, o evi alan kişiyə deyir ki, sənə günü $1000 pul verirəm, 3 günlük bu evi bizə ver. 3 günlük bu evi alır və kişi orada ölür. Baxın, doğuldu, getdi, bütün dünyanı gəzdi və ölmək məqamında istər-istəməz ata yurdu düşür bunun yanına. Yəni, bizim üçün ən müqəddəs olan dostlar ata yurdudur. Bəs bu gün Qarabağda baş verən hadisələr, bu gün Qarabağda, bax, mən həmən o keçən dəfə danışdığım bir Qarabağlı köçkünün, Laçınlının Laçına getməyə qoymaması və bugün Ağdamlıları deyək ki, öz ata yurtlarına getməyə qoymaması, bugün kəndləri birləşdirib, haradasa bu, deyək ki, bir-birinə oxşayan evlər tikib, İlham Əliyevin ora köçürtməyi, həmən bu ata yurdundan, insanların həmən o ata yurdunu, onların içindən çıxardıb, onları manqurtlaşdırmaq istəyir. Yəni, bu, mən yenə deyirəm, bu, belə adamlar torpağı, dövləti, ölkəsi olmayan adamlar üçündür. Məsələn, deyək ki, ermənilər. Və bu şərəfsiz, buna görünür tapşırıblar. İlham Əliyevə görünür tapşırıblar ki, bu xalqı, bu milləti ancaq belə məhv eləmək olar. Ona görə ki, bunlar torpağa, yerə bağlı adamlardır. Baxın, deyək ki, istənilən bir erməni, istənilən bir rus əlinə pul keçəndə gedir harasa gəzməyə, amma bir Azərbaycanlı bir türk həmən əlinə pul keçən kimi götürür, evin yanında bir dənə ev tikir, oğlu üçün, balası üçün, filan üçün, yəni yurt qurur, yurt salır. Yəni, mən o nöqteyi nəzərdən deyirəm. Bugün də bizim ölkəmizdə aparılan siyasət, dostlar, həmən bu Uzunburun gedənin apardığı siyasət,